Siyasi şərhçi Murad Sadəddinov studiyamızın qonağıdır. Murad bəy, buyurun, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Salam Meləkə, sabahınız xeyir olsun. Murad bəy, əslində danışılmasına ehtiyac olan istiqamətlər çoxdur, amma mən istəyərdim əvvəlcə Hakan Fidanla Abbas Arakçı arasındakı telefon danışığından başlayaq və Türkiyənin bu məsələlərdə mövqeyi bəllidir. Amerika Birləşmiş Ştatlarına yönəlik müzakirələr getdiyi deyilir, yəni Birləşmiş Ştatların təcavüzü pislənilib şəklində bir açıqlama da verilib. Türkiyə bu proseslərdə müəyyən qədər kənarda dayanmağa çalışırdı. Yəni biz bu münaqişənin başlamasından bəri bunu müşahidə edirik, həm də bir NATO ölkəsi olaraq. Abbas Arakçı və Hakan Fidan arasındakı telefon danışığı fonunda Türkiyə bu proseslərin harasındadır sualını ünvanlamaq istəyərdim. Türkiyə ilk olaraq bu münaqişə başlayan dövrdən biz görürük ki, hər zaman çalışıb ki, münaqişəni sülh yoluna çevirməyə addımlar atsın, danışıqlar yolu ilə ortalıqda olan problemləri aradan qaldırsın və bu Türkiyənin Amerika Birləşmiş Ştatları, İsrail ilə İran arasında olan gərginlikdə olan siyasətin əsas xəttidir. Çox güman ki, bugünkü telefon danışığı da birbaşa olaraq gecə baş vermiş o hadisələrlə bağlıdır və çox güman ki, Türkiyə tərəfi çalışacaq burada həm vasitəçilik eləsin, həm də çalışsın yenə də ki, regionda bu gərginlik, eskalasiya baş verməsin. Ona görə ki, Türkiyə maraqlıdır regionda stabilliyə. Türkiyənin çox geniş iqtisadi əlaqələri var İranla. İrana olan müxtəlif təzyiqlər, embarqalar Türkiyə iqtisadiyyətinə də ciddi olmasa da müəyyən təsir edir. Bu baxımdan Türkiyə mövqeyi düşünürəm ki, bu qədərdir. Murad bəy, İranla Amerika Birləşmiş Ştatları, İsrail arasındakı müharibə bəzi nüansları da ortaya çıxardı. Hazırda dünya mediasında ən çox danışılan mövzulardan biri İsraillə Amerika Birləşmiş Ştatları arasındakı fikir ayrılıqları mövzusudur. Düzdür, münaqişə başlayanda da bu fikir ayrılıqlarının olduğu deyilirdi, amma Birləşmiş Ştatlar da İsrail də bütün cəhdləri ilə çalışırdılar, izah eləsinlər ki, yox, biz hər məsələdə bir-birimizlə razılığa gələ bilirik. Amma indi bunu etmək daha çətindir. Birləşmiş Ştatlar prezidenti Donald Trump emosional olduğu üçün bu məsələdə biraz gizlədə bilmir prosesləri. Sizin fikrinizcə İsraillə Amerika Birləşmiş Ştatları arasındakı fikir ayrılıqları dərindir, yoxsa bu proseslərə bir o qədər də təsir edəcək gücdə deyil? Əlbəttə ki, fikir ayrılıqları var. Ona görə ki, regionda baş verən proseslərə İsrailin öz baxış bucağı var, Amerika Birləşmiş Ştatlarının öz. Ona görə ki, İsrail öz daxili, məsələn, İsrailin baş naziri öz daxili siyasətdən, siyasi vəziyyətdən irəli gələrək formalaşdırır öz siyasətini. Amerika Birləşmiş Ştatlarının prezidenti isə onun qarşısında duran daxili və xarici çağırışlardan irəli gələrək. Bu baxımdan əlbəttə ki, fikir ayrılığı olacaq. Amma yəni müqayisə eləsək əvvəlki prezidentlərin dövrü ilə, məsələn, Biden dövrü, Obama dövrü, əlbəttə ki, burada yerlə göy qədər fərq var. Ona görə ki, istər Obama dövründə, istər Biden dövründə İsraillə Amerika Birləşmiş Ştatlarının münasibətləri xüsusi olaraq İranla bağlı həddindən artıq ciddi fərqlənirdi, nəinki Trump dövrü. Amma Trumpla bağlı bu son müzakirələr çox güman ki, bir neçə məsələ də öz əksini tapa bilər burada. O nədən ibarətdir? Son dövrlər Amerika Birləşmiş Ştatlarının daxilində demokratlar kifayət qədər təbliğatda bu tezisi irəli sürürlər ki, İsrailin baş naziri Amerika Birləşmiş Ştatlarının prezidentinə çox ciddi təsir eləmək imkanına malikdir və ABŞ-ı öz maraqlarına uyğun olaraq müharibəyə cəlb eləyə bilib. Çox güman ki, bu narativ genişlənib Amerikanın daxili siyasətində və Trump'ın bu cür bəyanatları da məhz onun qarşısını almaq üçün olan bir görüntünü yaratmaqdır. Nəzərə almaq lazımdır ki, payızda seçkilərdir. Və bu seçkilərə indiki Amerika Birləşmiş Ştatlarının prezidentinin bir çox hərəkətləri, bəyanatları da nəzərə alınır məhz o seçki faktoru. Bu baxımdan düşünürəm ki, bu amildə öz əksini tapır. İranla Amerika Birləşmiş Ştatları arasındakı bu gərginlikdən öncə İsraillə Amerika Birləşmiş Ştatları arasında gərginlik yaşandı. Yəni təqribən 2 gün bundan öncə və İran İsrailin şimalına hədəf alarkən dedi ki, Livandakı istiqamətlərdə, yəni müəyyən atəşlər açıldığı üçün həmin bazaları sıradan çıxarır. Daha sonra Birləşmiş Ştatlar lideri Donald Trump açıqlama verdi ki, artıq onlar bir-birlərinə hücum etməyəcəklər. Bununla bağlı bir həftəlik razılıq var, ən azından bir həftə.
Sonra isə biz Amerika Birləşmiş Ştatları və İran arasında gərginlik yaşandığını gördük helikopter məsələsindən sonra və İranın Amerika Birləşmiş Ştatlarının bazalarına hədəfə alması 70% uğurlu olub deyə İran mediası bu istiqamətə də məlumatlar paylaşır. Nə baş verdi ki, Donald Trump birdən-birə fikrini dəyişdi. Axı bir həftəlik heç biri bir-birinə hücum etməyəcək deyirdi. Əsas məsələ ondan ibarətdir ki, Donald Trump'ın son dövrlərdəki ritorikasını görsəz, o müxtəlif üsullardan istifadə edərək ictimai fikrə belə bir tezisi yeritməyə çalışır ki, sülh danışıqları gedir və gec-tez bir sülh yolunda bu məsələ həll edəcək. Çox güman ki, bu yenə də həm daxili siyasətlə bağlıdır, həm dünya birjalarında olan neft qiymətləri ilə. Bax, bu cür bəyanatlar bugünkü günə qədər Brent'in məsəl üçün neft bazarlarında Brent 92-93 dollar arasında qalıb. Məsələn, bu gün səhər də mən baxdım, heç irəli qalxmayıb da neft. Amma nəzərə almaq lazımdır ki, döyüş vaxtları yüksəkdir və bu da birbaşa olaraq Amerikada benzinin qiymətlərini artırmağa gətirib çıxardır. Amerika Birləşmiş Ştatlarında isə seçicilər üçün ən vacib faktorlardan biri benzinin qiymətidir. Ona görə ki, onların demək olar ki, nəqliyyatın böyük əksəriyyəti benzindən asılıdır. Bu baxımdan bu faktorları nəzərə almaq lazımdır. Amma biz İran tərəfini də biz görürük ki, hərdən Trump'ın dediklərini əleyhinə danışırlar və bu sülh danışıqları ilə bağlı heç də belə bir optimist fikirlər söyləmirlər. Amma bir şey nəzərə almaq lazımdır ki, Trump bunların hamısını deyəndə hər zaman qeyd edirdi ki, bizim hərbiçilərə hər hansı bir təhlükə olsa biz cavab verəcəyik. Baxmayaraq ki, sülh danışıqları gedir. Və o helikopterlə bağlı hadisə, əlbəttə ki, o pilotlar sağ-salamatdır, amma bundan Amerika Birləşmiş Ştatları yayına bilməzdi. Ona görə əks zərbələri endirməyə çalışdı. Amma görürsünüz ki, yenə də fikrini söyləyir ki, bu o demək deyil ki, biz sülh danışıqlarına kənarda qalacaq. Amerika Birləşmiş Ştatları bu günlər çalışır bir neçə məsələdə vaxt tutmağa. Nə üçün? Ona görə ki, biz burada da danışırdıq sizinlə ki, o iqtisadi embargo ki, tətbiq edib İrana qarşı bu vaxt tələb eləyir ki, bunun nəticələri hiss olunsun. Bu baxımdan ABŞ üçün bu günləri vaxt uzatmaq əlbəttə ki, sərfəlidir. Bu birinci faktor. İkinci faktor, Amerika Birləşmiş Ştatlarında bugün futbol üzrə dünya çempionatı başlayır. Paralel olaraq müharibə aparmaq bu ilə hardasa bir problemlidir. Nəzərə almaq lazımdır, yenə də deyirəm, gələcəkdəki seçkiləri və s. Bu çox faktorlar Amerika Birləşmiş Ştatlarına tələb eləyir prezidentdən ki, hardasa bunu eskalasiyanı müəyyən vaxtı uzatsın. İran tərəfi, indi İran tərəfini nəzərə alaq. İran tərəfində burada iki maraqlar var. Birincisi, İran tərəfində olan böyük bir hissə hərbiçilər çalışırlar, anlayırlar bunu. Başa düşürlər ki, iqtisadi faktorlar birazdan ölkə daxilində ciddi təsir faktoruna çevriləcək. Və o çox güman ki, ola bilsin fikri yayındırmaq üçün, bu müharibə məsələlərini yenə də çalışırlar addım atmağa. Bu birinci faktor ola bilər. Başqa faktor ondan ibarət ki, biz bilirik ki, İran daxilində müxtəlif mövqelər var. Məsələn, sülh danışıqlarla bağlı olan müəyyən pragmatik siyasətçilər, belə deyək də, onların öz mövqeləri var. Amma İslam Keşişçilər Korpusunun tamam başqa yanaşması var və onlar da bu cür addımlarla çalışırlar, məsələn, o sülh danışıqlar prosesində pozsunlar. Murad bəy, yeni bir açıqlama var İranın Xarici İşlər Naziri Abbas Arakçidən və deyir ki, Amerika Birləşmiş Ştatları qoşunlarını yaxın şərqdən çıxarmalıdır. X sosial şəbəkə hesabında da yazıb və deyib ki, silahlı qüvvələrimiz heç bir hücum və təhdidi cavabsız qoymayacaq və təhlükəsiz olmaq istəyirsinizsə bölgəmizi tərk eləyin. Biz danışıqlardan söz açırıq və deyirik ki, Amerika Birləşmiş Ştatları da hazırda yenidən bombardmanlara getmək istəmir. Donald Trump özü də bunu bəyan edib və deyib ki, indi bu bizə lazım deyil, dostlarımız bunu məsləhət görsələr də. Abbas Arakçi isə elə İran digər rəsmiləri də sərt mövqedən çıxış edirlər. Daha radikal açıqlamalar verirlər, cavabımız sərt olacaq deyirlər. Bu düzdür, artıq siz bəzi nüansları vurguladınız ki, dünya çempionatı var, aralıq seçkisi var, amma İran daxil sıxışmış vəziyyətdədir. Hörmüz boğazının bağlı qalması onun da maraqlarına uyğun deyil. Bəs niyə daha yumşaq ritorika ilə yox, daha sərt, Birləşmiş Ştatlardan da sərt ritorika ilə çıxış eləməyə çalışır? Burada vacib bir amil var, daxili faktor amili. Ona görə ki, biz bundan əvvəl də görmüşdük, İranda olan etirazları, biz görmüşdük ki, milyonlarla insanlar küçələrdə idilər və daxildə bugünkü hakimiyyətlə əhalinin arasında çox böyük ziddiyyətlər var.
Və bu iqtisadi embargo, biz burada danışırdıq, hər gün İranın büdcəsinə 450-500 milyona yaxın dollarla neft gəlirlərinin qarşısını alıb. Bu da uzun müddət davam edə bilməz. Ona görə ki, İran iqtisadiyyatı ancaq bundan asılıdır. Və müharibənin nəticələrində nəzərə alsaq, İran üçün vaxt getdikcə vəziyyət çox da ağırlaşır və gec-tez daxildə olan yenə də etirazlarla rastlaşa bilər. Bu baxımdan İran rəhbəri düşünürəm ki, bu cür bəyanatlarla daxildə mesajlar verir ki, yəni biz vəziyyətə nəzarət eləyirik, yəni bizim imkanlarımız güclüdür və s. İkinci məqam isə bu məsələni yenə də müharibə ritorikasına çəkmək. Ona görə ki, müharibə faktoru həmişə bilirik ki, istər-istəməz daxildəki olan etiraz proseslərin qarşısını alır. Murad bəy, Amerika Birləşmiş Ştatlarının İran ərazisində hədəf aldığı istiqamətlər var və qrafik təsvir üzərindən xahiş edəcəm həmin o detalları təqdim edək və daha geniş kontekstdə müzakirə aparaq. Bu istiqamətlər niyə xüsusilə də hədəf alınır? Sirikdəki dəniz bazası, Casdakı dəniz bazası var, Bəndər Abbasdakı hava hücumundan müdafiə mövqeyi, Minabdakı sahil raket bateriyası, Qəşm adasındakı sahil raket bateriyası və Qəşm adasındakı ticarət limanı. Bunlar İran üçün necə bir strateji mövqeyə sahibdir? Yəni necə bir əhəmiyyət daşıyır strateji baxımdan? Baxın, görün, əsas seçilən hədəflər nədir? Deməli, Hormuza yaxın olan bazalar, Hormuza yaxın olan ərazidən hardan ki raket atəşləri açılır. Bax, ilk onları vurur Amerika Birləşmiş Ştatları. Sonra Bəndər Abbasdakı hava hücumundan sistemləri neytrallaşdırır. Bunlar və Qəşm adasında olan ticarət limanı. Qəşm adasında olan ticarət limanı o qədər də belə əhəmiyyətli deyil. Məsəl üçün, İran üçün ən əhəmiyyətlisi Bəndər Abbasdakı olan limandır. Amma orada bir fikir verin, Bəndər Abbasdakı limanı vurmayıblar. Ancaq hava hücumundan müdafiə sistemlərini vurublar. Çox güman ki, bunlar İranın Körfəz ölkələrinə əks hücum atəşləri açmaq olan mövqeyləri zəiflətmək məqsədi daşıyır. Amma bir məsələ toxunan, biz bunu hər dəfə sizinlə də müzakirə edirdik ki, fikir verin, Amerika Birləşmiş Ştatları hər vəclə İranın neft sənayesi obyektlərini qoruyur. Bu onun göstəricisidir ki, ABŞ bu sahə ilə bağlı özünün böyük, uzun müddətli planları var. Və onu mən hər zaman deyirdim, hətta bir də sahiblənmək planından mı söhbət edir? Əlbəttə ki, bütün bu müharibənin kökündə o neft resurslarını əldə eləmək planları durur. Bu baxımdan biz hələ bu proseslərin çox uzandığını görəcəyik və son anda yenə də qayıdıram öz tezisimə ki, bu danışıqlar masasında nəyisə əldə eləmək çox çətin olacaq. Burada ya hərbi əməliyyatlar yenə də alovlanmalıdır. Sadəcə olaraq ABŞ hal-hazırda düşünürəm ki, iqtisadi embargonun nəticələrini yəqin ki, sahib hesablayıblar və vaxt tutmaq çalışırlar ki, bu ciddi təsir eləsin İran iqtisadiyyatına. Ondan sonra məsəl üçün son zərbələr endirə bilsinlər. Murad bəy, biz İranın, daha doğrusu İranda hədəfə çevrilən ərazilərdən danışırıq, amma Amerika Birləşmiş Ştatlarının bazaları da hədəfə alınır. Az öncə siz də bunu vurğuladınız. İordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn istiqamətində xəbərlər gəlir. Düzdür, Amerika Birləşmiş Ştatları bu istiqamətdə açıqlama vermir. Çox da geniş məlumat vermir ki, nə dərəcədə zərər dəyib, doğrudan da hədəflərə çata bilibmi? Amma bu ərazilərin davamlı hədəf alınması, hətta müharibənin bugünkü günündə bu ölkələrin İrana qarşı mövqeyində hansı dəyişikliyi yaradır? Bu birmənalı olaraq əlbəttə ki, bu ölkələrin bir daha İranla münasibətlərinə çox ciddi zərbələr endirir. Bu baxımdan, amma İordaniyanın mövqeyi hər zaman məlum idi. İordaniya hər zaman ABŞ-la İsrailin yanında olub, bu aydın məsələdir. Çox güman ki, başqa ölkələrin də fikirləri daha da İrana qarşı mənfilik artacaq. Bu baxımdan hətta biz görürük ki, bir çox ölkələr, məsələn, Birləşmiş Ərəb Əmirlikləri həddindən artıq ciddi İsraillə hərbi sənaye üzrə əməkdaşlığa başlayıb.
İsrail ola ən müasir hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Hətta müharibə dövrü deyilirdi ki, gizli şəkildə İsrailin baş naziri o səfər etmişdi və s. Bu baxımdan Körfəz ölkələri əlbəttə ki, İrana qarşı mövqelərini gücləndirəcəklər. Bu vacib faktordur. Amma gəlin bu zərbələrlə bağlı danışaq. Məsələn, İsrailə bu vaxt bir neçə gün bundan əvvəl zərbələr indirdi. Mən izlədim. O zərbələrin heç biri hədəfə değmədi. Məsələn, indi hərbi bazalarla bağlı İordaniyadakı hərbi baza həddindən artıq çox güclü bazadır və əsas zərbələr keçən müharibə vaxtında həmən o bazadan həyata keçirildi hava qüvvələri, hərbi hava qüvvələri. Bu baxımdan orada hansı nəticələr verib bu zərbə? Bilirsiniz, Amerika Birləşmiş Ştatlarının endirdiyi zərbələr bunlar çox dəqiq raketlərdən istifadə olunur. Amma İranın vurduğu zərbələr o qədər də dəqiq deyil. Atəşə açırlar, amma nəticə nədən ibarət olur? Bu baxımdan düşünmürəm ki, təsir edicidir. Bir də ki, Amerika Birləşmiş Ştatlarının dünyada 700 yaxın bazası var. Bunu da nəzərə almaq lazımdır. Amerika üçün bu çox da təsir edici deyil. Ancaq Murad bəy, indi İsraillə Livan arasında gərginlik davam edir. Elə son verilən məlumata görə Əl-Cəzirə yazır ki, İsrail ordusu Livanın cənubundakı Ənsəriyə kəndinin sakinlərinə yaşadıkları yerləri tərk etməklə bağlı çağırış edib, xəbərdarlıq edib və deyib ki, Zəhrani çayının şimal hissəsinə köçsünlər. Livanda yaşayan, eləcə də Qəzzadakı insanlar artıq köç etməkdən yorulublar. Bir ərazidən digər əraziyə köçməklə bağlı. Amma İsrail də deyir ki, mən xəbərdarlıq etmişəm öncədən. Əgər orada mülki insanlar həyatını itirirsə, bu o deməkdir ki, bu xəbərdarlıqlara məhəl qoymayıblar. O ərazilərdəki Hizbullaha məxsus olan və yaxud da deyək ki, digərlərinə məxsus olan bazalar vurulur. Livanla İsrail arasındakı bu gərginlikdən danışsaq, bu məsələ ilə bağlı bir həll yolu varmı ən azından yaxın gələcək üçün? Düşünmürəm. Ona görə ki, Hizbullah ilə İsrailin arasında olan münaqişə çox uzun müddət davam edir və o hansısa bir sülh prosesinə orada gəlmək indiki mərhələdə çox çətin olacaq. Amma ateşkəs var ortada. Ateşkəs sözdə var, amma bir şey nəzər almaq lazımdır ki, Hezbollah öz başına fəaliyyət göstərmir. Hezbollah tam şəkildə istər maliyyə cəhətdən, istər idarə olunma cəhətindən, istər onun başqa təminat üsulları tərəfindən, İran tərəfindən həyata keçirilir. Bu baxımdan bütün bu proseslərə kompleks baxmalıyıq. Təkcə İsrail, Hezbollah arasında münaqişə kimi yox, ümumi İran, ABŞ, İsrail, Hezbollah prosesləri kimi. Bax, hələ ki İranla ABŞ-ın arasında, İsrailin arasında məsələlər həllini tapmayıbsa, bu vaxta qədər İran Hezbollahını öz maraqları üçün istifadə eləyəcək. Bu vacib amildir. Təşəkkürümüzü bildirim Murad bəy, minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə.